Salam değerli izleyiciler. Çin Amerika'ya ultimatum verip belə ki Çin Xarici İşlər Nazirliyi Amerika Prezidenti Trump'ın administrasiyasına müraciət edərək Birləşmiş Ştatlar hərbçiləri tərəfindən əsir götürülən Venezuela lideri Nicolas Maduro'nun azad edilməsini istəyib. Bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb. Gününüz aydın olsun Azərbaycan xalqı. Ola bilsin kimsə bu çıxışımdan sonra deyər ki, bunun başına hava gəlib, ölkədə problem mi yoxdur, dünyada problem mi yoxdur, bu getdi Çindən yapışdı. Bugünkü gün Çin müdaxilə eləyir. Hansı ki Donald Trump'ın özünü ümumiyyətcə Amerikanı, özünü sülhsevər, hansısa bir xilaskar bir xalq kimi göstərir. Həmişə də filmlərində də Rambo göyə ki gəldi, Amerikanı xilas elədi, Vyetnamlardan xilas elədi, digər. Amma halbuki o insanlar, o Amerika işğalçı bir xalqdılar da. Yəni hamı da bilir. Şotlandların torpağını zəbt edib, onları sonra Meksikalıların hər bir şey. Bugünkü gündə dünyaya Donald Trump çıxış eləməsi ki, güya ki bu dünyanı xilas eləyəcək. Bu xaç atası olub. Nəsə bunu qoyduq qırağa. Bugünkü gün Donald Trump'la kim mübarizə aparır? Gördünüz, nota yolladı Çin. Niyə Çin yolladı? Çünki Çində haqq ədalət var. Çünki Çin xalqı, Çin dövləti o ölkə, yeganə ölkədir ki, orada nə iqtidar var, nə müxalifət var. Çünki birlik var. Orada nə xalq dövlətin malını yemir, nə dövlət xalqın malını yemir, haqqını yemir. Bu yeganə ölkədir ki, orada heç bir belə bir söhbətlər yoxdur. Hamı da işində, gücündə, hamı da heç kimdən qeybət eləmir. Heç bir televiziyalarda bizi kimi xoşqədəm, zaurlar, nə bilim digərlər kimi pozğunluğu, nə bilim boşanmaları, nə bilim harda qeyrətsiz var onları gətirib çıxartmır efirlərə. Yəni bunu eləmir. Çində elə bir şey yoxdur. Yəni aldığım məlumatlara görə, yəni ən azından Çin haqqında məlumatım var ona görə. O vaxt Bill Clinton demişdi, deyir ki, dünyanın yatmış pələkləri var, Çinlilər. Çin xalqı. Çünki onların ən böyük silahı onların xalqıdır. Onların birliyidir. Yəni Çin xalqında birlik var. Çin xalqı zəhmətkeş xalqdır. Çin xalqı oturub kiminsə hesabını çəkmir. Ay dövlət bunu qazandı və yaxud da ay dövlət durub oturub fikirləşmir ki, mənim xalqım bunu qazandı. Buna niyə biraz barmaq eləyim? Hansı ki bütün dünyada bu var. Yaxşı, keçək əqidə, din baxımından və yaxud da hansısa bir religiyada, ruslar demiş, o baxımından keçək. Müsəlmanıq, əlhəmdülillah, Allah şükür, Allahımızı tanıyırıq hər bir şeydə. Yəni müsəlman olub neynəmişik? Ancaq bir ömür boyu, bəlkə də 1500 ildir, 1400 ildir, ancaq sünni şiə davaları, sünni oradan deyib ki, bu niyə bunu elədi, şiə oradan deyib niyə bunu elədi. Bunlar ikisi bir araya gələndə, sünni şiə bir araya gələndə başlayıblar, Yahudilər bunu elədi. Keçək Yahudilərə, Yahudilər nə edir? Yahudilər otururlar, fikirləşirlər ki, görən müsəlman niyə bunu bizə qarşı çıxdı, başlayaq müsəlmana qarşı çıxaq və yaxud da keçək xaçpərəstlərə. Xaçpərəstlər nə edir? Katolik bunu elədi, pravoslav onu elədi. Bugünkü gündə müharibələr hamısı, baba din, əqidə hamısı. Keçək ateistlər buradan özlərinə qazanmasınlar. Ha, bu adam dinlərə, bütün təriqətlərə toxundu, bizə toxunmadı. Ateistlər, elə birbaşa sözüm sizədir. Siz nə eləmisiniz? Allahın varlığına inana başlamısınız harda Yahudinin dininə ilişmisiniz ki, o Musa peyğəmbəri yəni qəbul eləyib. Xaçpərəstin dininə ilişmisiniz ki, bu İsa peyğəmbəri qəbul eləyib. Müsəlmana ilişmisiniz demişsiniz ki, bu Məhəmməd peyğəmbər. Başlamısınız bunu peyğəmbərlərdə səhv axtarmağa, nə bilim, Allahda səhv axtarmağa. Yəni busuz da. Bu yox da. Ümumiyyətcə mən də müsəlmanam. Söhbət o dini, təriqət, əqidə, hər şey qırağa qalsın. Söhbət millətdən gedir. Çin xalqı bugünkü gün dünyanın rahatçılığını təmin edən xalqdır və onunla da bərabər öz mövqeylərinə çatırlar və öz ticarətlərini, öz maraqlarını, hər bir şeydə. Çin xalqı bugünkü gün bağçada emalatxana yaradıb. Bağçada 5 yaşında uşağa nəyisə düzəltmək izah edir. Amma bizim 5 yaşlı, bizim bağçada nədir? Görün valideyn nə vaxt gətirib bizə bir şirinlik verəcək, bu uşaqdan əlavə bir məşğul olaq. Uşağa nə dərs keçir? Durub nədənsə elə bir şeydən hansı ki o uşağın heç ona marağı belə yoxdur. Yəni söhbət bağçadan nəyə başladı? Çünki Çin xalqı bağçadan ta ki o insanları yaşlaşıb qəbirə qədər. Çin xalqı zəhmətkeş xalqdır. Bugünkü gündə hər bir şeydən, dünyada da hər bir şeydən də mübarizə aparan xalqdır. İstər iqtisadiyyatında, istər hərbisində, dünyanın ən çox ordu sayına görə birinci yerdədir Çin xalqı. Söhbət onun əhali sayından getmir. Nə olsun, Hindistanda da 2 milyarddır, Çin qədərdir. Ancaq bugünkü gün əhali sayına baxmayaraq Çin xalqı böyük bir dövlətdir. Böyük bir xalqdır. Çin xalqı istər samurayların vaxtında, istər kimin vaxtında Çin xalqı heç kimin işi ilə yəni qarışmır. Bizim də məşğuliyyətimiz istər Yahudisi olsun, istər müsəlman olsun, istər xaçpərəst olsun, istər nə bilim ateist olsun, ancaq qeybət. Ancaq qeybət, ancaq görün bu insanları necə tələf eləyim. Nə bilim bu insanları necə, bunlara necə mane olum. Müsəlmansa Yahudiyə, Yahudidirsə müsəlmana, xaçpərəstdirsə nə bilim digər bir şeylərə, nə bilim aləmi qatmışsınız bir-birinizə. İnsanlıq lazımdır. Bugünkü gün Çin xalqı ən böyük insanlıq edir. Bugünkü gün Donald Trump'ın, hansı ki Donald Trump hamı da yaxşı bilir ki, Venezuelanın neftinə görə, hansı ki Suriyanın neftinə görə IŞİD-i yaratdı.
IŞİD təşkilatını yaratdı. Getdi oranın neftinə sahib çıxdı. İraqın neftinə sahib çıxmaq istədi, o da alınmadı. İndi də keçir Venezuelaya, oradan dalınca da hələ bir Kubaya nota yollayır, hələ bir Kolumbiya nota yollayır. Sən narkotikin əleyhinəsən, ay Trump, adama deyərlər. Narkotikin əleyhinə olan ştat rəhbəri, Amerika rəhbəri, orada sizdə bir küçə var, orada hamı narkotikdən ölür. Özləriniz o şəraiti yaradırsınız ki, o ölkədə, o ştatda olan insanlar, adxod insanlar dünyasını dəyişsin. Yəni güya ki, belə öz aləminizdə nəsə Amerikanın siyasəti, Amerikanın dələduzluğu, Amerikanın fırıldağı hamıya bəllidir. Ona görə də mən deyirəm ki, əziz xalqım, mən şəxsən Çin olmaq istəyirəm, Kitay olmaq istəyirəm. Kitay, bugünkü gün Kitay elə bir şeydir ki, Çin deyilən bir şey. Zəhmətkeş, yəni heç kimin haqqına girməyən, dediyim kimi, nə xalq dövlətin müzakirəsini eləmir, nə dövlət xalqı müzakirəsini eləmir. Hamısı ortaq məxrəcə gəlib bir vahid bir ölkə kimi, vahid bir xalq kimi inkişaf edir. Yəni unutmayın, vaxt gələcək ki, Çin xalqı bildiyimiz o Buddist, hansı ki, nə bilim, sıçan yeyən, nə bilim, qurbağa yeyən, bildiyimiz, bəyənmədiyimiz Buddist bugünkü gün dünyanı idarə edəcək. Onu mən istəyirəm. And olsun Allah istəyirəm. Eyb yox. Çin xalqı eyb yox. Onlar bizə imkan yaradar bugünkü gün bir müsəlman kimi yaşamağa. Amma əsas olsun ki, haqq ədalət olsun. O haqq ədaləti bərpa edəcək. Çin dünyada haqq ədaləti bərpa edəcək. Söhbət bugünkü gün bizim ölkəmizdən və yaxud da digər ölkədən getmir. O dünyada haqq ədaləti bərpa edəcək və hamını da öz mövqeyində, yəni ki, vəziyyəti yaradacaq. Müsəlman kimi yaşayacaq, Yahudi kimi yaşayacaq, nə bilim, xaçpərəst kimi yaşayacaq, ateistlər də ki, nə bilim, nə cür yaşayacaq, onu bilmirəm. Əsas odur ki, haqq ədalət bu dünyada bərpa olmalıdır. Onu da inşallah Çinlilər eləyəcək. Allah xalqımızı, dövlətimizi qorusun. Ola bilsin mən nəsə yaxşı bir fikirdə qarşılamayacaqsın, amma mən reallığı deyirəm, vallahi deyirəm. Bu mənim subyektiv fikrimdir. Kim də razılaşmasa, təbii ki, təqqirdən qırağa nə istəsə yaza bilər. Var olun Azərbaycan xalqı. Allah xalqımızı, dövlətimizi qorusun.